Salam dostlar, mən də Azərbaycanın ən isti yerlərindən biri olan Culfa rayonundayam və Culfa şəhər avtovağzalına gəlmişəm. Buradan avtobusa minəcəm. Culfanın, o cümlədən Naxçıvan bölgəsinin ən böyük kəndindən biri olan Culfanın Yaycı kəndinə gedirəm. Dostlar, artıq an etibarən Yaycı kəndindəyik. Avtobusdan gəlmədim, taksiyə mindim, taksindən gəldim. Culfanın Yaycı arası çox yaxın bir ərazidir, çox yaxın bir məsafədir. Dostlar, bura Yaycı kəndin meydan hissəsidir, mərkəz hissəsidir. Kəndin məscidi, mağazaları, çarşıları burada yerləşir. Burada meydanda, Yaycı meydanda biz Orxan müəllimlə görüşdük. Orxan müəllim özü fizika müəllimidir. Culfada yaxşı, savadlı fizika müəllimlərindən biridir. Culfada yaşayan, Yaycıda yaşayan, müəllim Orbatda dəstəkçisidir, amma Orbatda yaşayanlar, kimlər uşağını fizikaya qoymaq istəyirsə, çox əminliklə gətirib Orxan müəllimin yanına qoya bilərlər. Həm savadlı müəllimdir, həm də belə deyək də, insan kimi insandır, belə deyimsə. Bu Yaycı kəndi də Naxçıvanın, mən bildiyim müəllim, 3-cü ən böyük kəndidir, eləmi? Birinci Nehrəmdir, sonra Cəhri kəndidir, sonra Yaycı. Yəni ucu bucağı yoxdur bu kəndin. Kəndin mərkəzində belə bir məscid var. Məscidə girəcəm, Allah qoysa, Yaycı kəndin mərkəzində. Yəqin ki, qədimi bir məsciddir. Demək dostlar, soruşdum kənd cəmaatından, məscid qədimi məsciddir. Yəni qədim dövrdə tikilib. Demək, buranın axundundan məlumat aldım. Axund deyir ki, bu məscid maşallah 1860-cı ildə tikilib. Yəni tarixi bir məsciddir. Demək dostlar, Yaycı kəndi çox böyük kənddir. Dediyim kimi Naxçıvan bölgəsinin 3-cü ən böyük kəndidir. Kəndi içərisini gəzməklə bitirmək olmur. Yəni adam yorulur. Piyada bərkdən azı bir saat, yarım 2 saat az lazımdır ki, kəndin içərisini gəzəsən, tutarasan. Kəndin içərisində belə gedirik, uzun yoldur. Yaycı kəndi dağlıq kənd deyil, aran kənddir, onca isti olur günortaları. Belə dağların arasında yerləşir. O gördüyümüz dağlarda, dağların o tərəfi İran ərazisidir. Yəni İran arasında bir də uzaq olan kəndimiz deyil. Ümumən Culfa rayonu İrandan sərhəd bir rayondur. Yəni Araz çayının o tərəfi İrandır, bu birisi tərəfi Azərbaycan. Dostlar, Yaycı kəndinin mərkəzində şəhidlərimizə aid, şəhidlərimizin xatirəsinə aid belə bir bulaq qoyulub. Allah bu bulağı qoyanlardan razı olsun. Şəhidlərimizə rəhmət eləsin. Biz hamımız şəhidlərimizin xatirəsini uca tutmalıyıq, daim onları xatırlamalıyıq və gənc nəsillərə onların qəhrəmanlıqları haqqında danışmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri inşallah cənnət olsun. Bayaq dediyim kimi, Yaycı kəndi böyük bir kənddir, gəzməklə qurtarmaq olmur. Artıq Yaycı kəndinə səfərim sonlanır, bitir.